tapındı heyvana, tapılmış bir heyvana sahib çıxmaq olarmı? İyəsi çıxana qədər və əgər tapılan heyvan minik vasitəsi olarsa bunu istifadə etmək olarmı? Əgər heyvan tapılarsa qardaşlar, bir il sən onu istifadə edə bilərsən. Bir il yeməyini verirsən, içməyini verirsən, saxlayırsan və zərər vermədən istifadə edirsən. Bir il müddətində sahibi çıxmasa heyvan sənindir. Və bir il müddətində sahibi çıxmasa heyvan sənindir. Bu bir il ərzində sahibi çıxsa, sən ona qaytarırsan heyvanı. Ölmüş olsa heç nə qaytarmırsan. Və yaxud da belə deyə bilərsən ki, sən onu saxlayırsan bir il, məsələn 5 ay 6 ay yemək vermirsən, içmək vermirsən, zəhmət çəkmirsən. Sahibi çıxdı, sən onu Allah üçün qaytarıb verə də bilərsən, qaytarıb, belə deyək, verdiyin yeməyin, içməyin pulunu alıb sonra da verə bilərsən. Və qısacası cavab bundan ibarətdir ki, sən onu bir il tərif edirsən, bir il bəyan edirsən, sahibi çıxmasa, o sənə qalır. Sahibi çıxdığı zaman verirsən. Əgər sən onu tutaq ki, bir il ərzində tələf elədin, məsələn, qoşdu, 5-6 aydan sonra nəfsına uydun, kəsdin, yedin. Düz eləmirsən, haram yemiş olursan. Sahibi sonra bir ildən sonra çıxsa, həmin o şey tərif etsə, onu alıb verməyin vacibdir. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.